Gəlin bir anlıq dayanıb özümüzə bir sual verək. Mən kiməm? İlk baxışdan çox sadə səslənir, elə deyilmi? Amma əslində bu sual Usain Gorder'in Sophie'nin Dünyası romanının tam mərkəzində dayanan və fəlsəfəni inanın, nəfəskəsici bir maceraya çevirən o böyük sirrin başlanğıcıdır. Gəlin bu sirli dünyanın qapılarını birlikdə açaq. Hər şey məhz belə başlayır. 15 yaşlı Sophia Amundsen bir gün poçt qutusunda kiçik, adsız bir zərf tapır. İçində isə cəmi 2 söz yazılıb. Bu an Valya, bax bu an Sophie'nin bütün həyatını dəyişdirir və onu varlığın ən dərin, ən qaranlıq suallarına doğru inanılmaz bir səyahətə çıxarır. Düşünün ki, bu məktublara qədər Sophie'nin həyatı tamamilə normal idi, yəni məktəb, dostlar, ev tapşırıqları. Amma çox keçmir ki, ikinci bir məktub da gəlir və sual verir. Dünya necə yaranıb? Artıq bundan sonra gündəlik qayğılar bütün əhəmiyyətini itirir. Əsl macəra indi başlayır. Beləliklə, Sophie üçün ikili bir axtarış başlayır. Bir tərəfdən bu məktubları kimin yazdığını tapmalıdır, digər tərəfdən isə o sualların cavabını axtarmalıdır. Yəni bu məktublar təkcə onun gündəlik həyatını alt-üst etmir, həm də bizi, yəni oxucuları da öz rahatlıq qabığımızdan çıxarıb, kainatın fundamental sirləri haqqında düşünməyə məcbur edir. Sophie'nin sirli müəllimi, adını sonradan öyrənəcəyimiz Alberto Cox, ona quru-quru cavablar vermir. Əksinə, o fəlsəfənin o mürəkkəb ideyalarını anlamaq üçün çox güclü obrazlardan, yəni metaforalardan istifadə edir. Və hər şey bəlkə də ən möhtəşəm metafora ilə başlayır. Baxın, kitabın bizə çatdırmaq istədiyi ən əsas mesaj elə budur. Fəlsəfə hər şeyi bilmək deyil. Əsl fəlsəfə dünyaya hələ də bir uşaq kimi heyrət edə bilməkdir. Hər şeyi sanki ilk dəfə görürsənmiş kimi təəccüblənmək bacarığını heç vaxt itirməməkdir. Alberto izah edir ki, təsəvvür edin, biz hamımız möhtəşəm bir sehrbazlıq nömrəsinin ortasında peyda olmuşuq. Amma çoxumuz bunun fərqində belə deyilik. Ən vacib məqam da budur. Biz bunun bir fokus olduğunu anlayırıq, yoxsa hər şeyi olduğu kimi sorğulamadan qəbul edirik. Bəşəriyyətin böyük əksəriyyəti, necə deyərlər, dovşanın o isti və rahat xəzinin dərinliklərində yaşayır, varlığı adi bir şey kimi qəbul edir. Ancaq filosoflar, onlar o həşəratlardır ki, rahatlığı tərk edirlər, xəzinin ən uc nöqtəsinə dırmaşaraq o böyük sehirbazı, o yaradıcını görməyə cəhd edirlər. Tam Sophie bu fəlsəfi səyahətə öyrəşməyə başlayanda, hekayə qəflədən çox gözlənilməz bir istiqamətə yönəlir. Sir daha da dərinləşir və elə bir detal ortaya çıxır ki, hadisələrin bütün gedişatını tamamilə dəyişir. Hekayənin gedişatını dəyişən o hadisə, Sophie'nin bir gün poçt qutusunda Livanadan göndərilmiş bir açıqça tapması ilə başlayır. Bu sadəcə bir açıqça deyil. Əmin olun, bu hekayənin bütün quruluşunu sarsıdan bir tapmacadır. Amma işin ən qəribə, ən inanılmaz tərəfi odur ki, açıqca başqa bir qıza, Hilde'yə ünvanlanıb, sadəcə Sophie vasitəsilə çatdırılmalıdır. Bax, bu anda hekayəyə tamamilə yeni bir sir, yeni bir ad daxil olur. Yaxşı, bəs Hilde kimdir? Onun Sophie'nin dünyası ilə nə əlaqəsi ola bilər ki? Bu sual artıq təkcə fəlsəfə dərslərini yox, Sophie'nin bütün varlığını şübhə altına alır. Onun yaşadığı reallığın sanki ipləri sökülməyə başlayır və hekayə tamamilə fərqli, daha dərin, daha mürəkkəb bir səviyyəyə keçir. Artıq Sophie təkcə dünya necə yaranıb deyə düşünmür. O, öz reallığından, müəllimindən, hətta öz varlığının özündən şübhələnməyə başlayır. Bəlkə də heç nə göründüyü kimi deyil və beləcə kitabın ən heyrətamiz qatı, ən dərin sirri açılır. Sophie və müəllimi Alberto tədricən dəhşətli bir həqiqəti anlamağa başlayırlar. Onlar sadəcə bir hekayənin içindədirlər. Hilde'nin atasının öz qızına ad günü hədiyyəsi kimi yazdığı bir kitabın personajlarıdırlar. Bu fərqindəlik Sophie'nin güzgüdəki əksinin ondan asılı olmadan göz qırpması kimi çox ürküdücü anlarda təsdiqlənir. Təsəvvür edirsiniz, bu artıq fəlsəfə deyil, bu birbaşa onların varlığına bir müdaxilədir. Müəllifin, yəni öz yaradıcılarının dünyası üzərindəki mütləq gücünün qorxunç bir sübutudur. Sophie'nin dünyası, onun bu mübarizəsi vasitəsilə bizi də öz reallığımızı sorğulamağa dəvət edir. Bir düşünün, Sophie'nin hekayədən qaçma cəhdi əslində hər birimizin bu həyatda məna axtarışının bir simvoludur. Bəs bizim dünyamızı idarə edən yazıcı kimdir? Təbiət qanunları, yoxsa bəlkə də tamam başqa bir şey? Varlıqlarının bu acı həqiqəti ilə üzləşən Sophie və Alberto sadəcə təslim olmurlar, yox.
Onlar bəlkə də ən ağlasığmaz, ən cəsarətli planı qururlar. Öz yaradıcılarının iradəsinə qarşı çıxaraq, yazılmış bu hekayədən, yəni kitabın özündən qaçmaq. Onlar anlayırlar ki, müəllifə qalib gəlməyin yeganə yolu onun yaratdığı qaydaları elə onun özünə qarşı istifadə etməkdir. Planları hekayənin ən xaotik anında, səhifələr arasındakı hansısa bir boşluqdan sızıb başqa bir reallığa keçməkdir. Və ad günü məclisində həqiqətən də hər şey alt-üst olur. Hekayənin bütün məntiqi pozulur. Müəllif Albert Knag öz yaratdığı dünya üzərində nəzarəti itirir. Bax, məhz bu xaosun, bu qarışıqlığın ortasında Sophie və Alberto hekayədən sanki buxarlanıb yox olurlar. Romanın sonu çox məqsədli şəkildə qeyri-müəyyən saxlanılıb. Yəni, Sophie və Alberto həqiqətən azad oldular, yoxsa bu da hekayənin başqa bir hiləsi idi? Bu sual həm Hildini, həm də bizi, oxucuları, real olmağın əslində nə demək olduğu barədə çox dərin düşüncələrə sövq edir. Nəticədə, bu kitab sadəcə fəlsəfə tarixi haqqında bir roman deyil. Xeyr, bu, oxucunu birbaşa prosesin iştirakçısına çevirən, Sophie ilə birlikdə hər şeyi, hətta öz reallığını belə sorğulamağa məcbur edən interaktiv bir təcrübədir. Və beləcə Sophie'nin dünyasının bizə verdiyi ən böyük hədiyyə ilə, yəni bir sualla sizi baş-başa buraxırıq. Bəlkə də biz hamımız, elə indicə, kiminsə yuxusundakı personajlarıq. Yaxşı, bəs siz öz reallığınızın bir yuxu olmadığını sübut edə bilərsinizmi?